Bir-birinə hədiyyə vermək. Hədiyyə vermək. İndi burada bir əlavə eləyirəm. Mən o kitabda görmədim. Ya bəy həyat yoldaşına, xanımına, ya xanım ərinə. Xanım da versin də hədiyyə. Əlbəttə. Ad günündə və s. belə o da vacibdir. Hədiyyə alsın ya da bir-birinin sevdiklərinə hədiyyə versinlər. Bu xanımlarda xüsusilə həssas məsələdir. Kişi xanımının sevdiyi kimdir? Anası, atası. Çox sevir də, valideynlərinə qarşı məhəbbəti var, sevgisi var, nə bilim, bacısı, qardaşı. Onlara hədiyyə versin. Fərqi yoxdur. Onlara hədiyyə vermiş, elə bil həyat yoldaşına, xanımına hədiyyə versən. Bu çox vacibdir. O davamlı eləyir, möhkəmləndirir də münasibətləri. İndi hədiyyə vermək də lazım deyil, bahalı hədiyyə olsun. Bəzən 10 manatlıq, 20 manatlıq hədiyyə də psixoloqlar deyir ki, hədiyyənin gücü çoxdur, lap çoxdur. Bəzən bir qələm hədiyyə verilir insana, insan o qədər sevinir ki. Amma o qələmin qiyməti bəlkə də 2 manatdır. Amma o hədiyyənin mənəvi tərəfi var da, psixoloji tərəfi var.